Photoshop. Brush tool'u indi başda alacağım sizə. Ümumiyyətlə, brush tool'u və gradienti başda alacağım. Sonra da oturub işləyə biləcəksiniz. Bugün Bəli. dərsdən sonra. Yox, pastadan sonra Necə? qoşulmalarınızı paylaşaraq işləyə bilirsiniz. Yox, telefonla qoşulmuşam. Başlayır. Yaxşı, yaxşı. Deməli, brush tool. Brush tool nə üçün vacibdir Photoshopda? Tək background kimi yox, posterlərinizin müəyyən bir xırda detallarını işləmək üçün çox vacibdir. Yəni biz məsəl üçün posterlərə diqqət eləsək, bəlkə Photoshop kullanmış bir sosial media posterlərinə fikir verək. Məsəl üçün deyək ki, burada belə bir şey görürsünüz də, belə bir xəttlər görürsünüz. Bunu birbaşa olaraq Curve tool, Pen tool kimi çəkərək yox, tək bir dənə brush hərəkəti ilə bunu məsəl üçün yarada bilərsiniz. Ona görə belə şeylər Photoshopda məsələn vacibdir və yaxud da belə bir sürət xəttləri Photoshopda məsələn həmin brush tool vasitəsilə edilə bilər. Var brush'ın öz radnoy özünün yəni məxsus olan funksiyaları. Bir də biz ABR faylında brushlar yükləyəcəyik. Yəni hansı ki məsələn alovdur və yaxud da meyvə şirəsidir. Bu tipli məsələn brushlar var və ya da kofe partlamasıdır. Bu tipli brushlar var. Yağışdır, yağış yağır məsəl üçün. Bu tipli brushlar var. Məsələn onlardan da istifadə edəcəyik. Birinci biz brush'ın mahiyyətini anlayaq. Biz brush tool'umuzu seçdikdən sonra yuxarı bölmə açılır. Bu yuxarı bölmədə ona görə də biz burada həmişə Photoshopda məsləhətlisi odur ki, bu balaca üçbucağa basıb Essentials düyməsində olmalıyıq. Yəni kateqoriyanı buradan dəyişməli, Essentials olmalıyıq. Brush'ımızı seçəndən sonra burada yuxarı bölmə açılır. Bunun modu normal bir modda olmalıdır. Bu opacity-dir, yəni siz brush'ınızı şəffaf çəkin, siz şəffafsız çəkin, onu opacity tənzimləyirsiniz, yəni 100% yoxsa az olsun, o tipdə tənzimləməyiniz olur. Bu da flow-dur, onun sürəti, o da şəffaflıqla bağlıdır biraz da, 100%. Small-stick-dəki yumşaqlığı nə qədər olsun, sərtliyi nə qədər olsun, standartda 10%-dir. Burada balaca bir üçbucağımız var. Balaca üçbucağı klikləyirik, belə bir bölmə açılır. Burada bu dairəvizin sayızıdır. Yəni onu böyük, balaca şəkildə çəkmək istəyirsiniz deyə onu tənzimləyirsiniz. Bu hardness-dir, yəni brush sərt şəkildə çəkilsin, yoxsa yumşaq şəkildə çəkilsin, bunu tənzimləmək üçündür. 100% eləyəndə sərt şəkildə çəkmiş olacaq brush, 0% eləyəndə yumşaq şəkildə çəkiləcək. Altdakılar isə papkalardır. Yəni papka olan brushlardır. Müxtəlif cür tənzimlənən brush tipləridir. Bunlar məsəl üçün Photoshop'un öz radnoy brushlarıdır. İnternetdən yüklədiyimiz zaman brushda belə papka şəklində düşəcək. O papkanı üçbucaqla açacağıq və seçmiş olacağıq. Məsələn, standart brushımız var bizim. Məsəl üçün soft round brush var. Soft round seçdiyimiz zaman adi belə bir şəkildə soft variantdan belə brush çəkmiş olur. Amma nəyə diqqət eləməlisiniz? Baxın, mən çəkdim, düz background'un üzərinə düşdü. Sonra gəlib selection tool seçəndə background qarışıq tərpənir. Bu düzgün deyil. Nə etməlisiniz? Gəlməlisiniz layers bölməsinə. Layers bölməsinə gələndən sonra burada plus işarəsi var. Müsbət işarəmiz var bizim. Müsbət işarəsinə klikləyirik. Əlavə layer açılır. Bu əlavə layer açmaqdır. Artıq brush'ınızı bu əlavə açdığınız layerin üzərində tətbiq eləməlisiniz. Çünki sonra onu tərpətmək istəyəndə, böyüdəndə artıq o tək layerlə hərəkət eləməlidir. Background qarışıq hərəkət eləməməlidir. Yəni həmişə bir dənə brush işlətsəz, bir dənə layer olmalıdır. İkinci brush'ınızı işlətsəz, onu ayrıca əgər tərpətmək istəsəz, tənzimləmək istəsəz, əlavə ikinci alternativlə olmalıdır və
Bu ucu əlavə plus layer vasitəsilə edilməlidir. İndi baxın, seçirəm. İndi bax bunun vasitəsilə çəkdim, düşdü bura. Çünki mən gəlib selection tool seçəndə artıq bunu tərpətmiş oluram. Görürsüz, background ucu tərpənmir. Böyüdü balacalaşdıranda da həmin layer böyüdülü balacalaşdırır. Bu şəkildə plus layerlə bu şəkildə işləməlisiniz. Silmək istəyəndə silib, sonra təzədən plus layerinizi basırsınız. Əlavə layerin üzərində işləyirsiniz. Burada indi Radnoy öz brushlardır. Məsələn, seçdim, gəldim, size artırdım. Belə tipdə brush var. Bunu sizə daha böyük eləyə bilərsiniz. Belə tiplərdə işlədə bilərsiniz. Basıb saxlayanda belə tipdə effektlər verir. O artıq sizin öz ideyanıza qalır ki, nə tipdə işlətmək istəyirsiniz. Belə nöqtə-bə-nöqtə də işlətmək olur. Bu məsələ özünə məxsusdur. Kiçik bir şəkildə mənim backgroundları işlədə bilirsiniz bununla. Ctrl-Z eləyəndə dala qayıdır. Məlum məsələ. Burada e, kitabxana daha doğrusu işarəsi kimi də var. Kitabxana işarəsi kimi də işlədə bilərsiniz. Eyni şeydir əslində. Burada gördüyünüz brushlar, burada hansı brushları ki görürsünüz, fərqi yoxdur, hansı tənzimlənmiş brushlardır. Burada hansıları ki görürsünüz, eyni ilə də burada da var. Eyni şeydir. Sadəcə məsələn dizayner olur ki, buradan rahat olur seçmək. Brush taraf var, buradan da seçmək olur. Eyni şeylərdir, sadəcə interfeysi fərqlidir. Eyni tənzimlənmiş hissədir halbuki. Sadəcə interfeys fərqlidir. Belə tiplərdədir. İndi bəs internetdən biz brushınızı yükləyə bilirik. Əsasən Photoshopda brushı bu şəkildə işlədirlər və yaxud da ki, art iş kimi işlədə bilərsiniz. Yəni art nəsə çəkmək istəyirsiniz. Onda məsəl üçün Radnoy brushlardan istifadə edə bilərsiniz. Yəni ən əsasda general brush, soft round brush, belə bir sərt şəkildə çəkmələr. Bu şəkildə, yəni art üslublarda işləmək üçün istifadə edilir. Amma internetdən yüklənilən brushlar artıq manipulyasiyalı posterlər üçün daha çox yararlıdır. Gəlirik, yazırıq brushizi. Burada yazırıq brushizi. Burada yazırıq brushizi və ilk çıxan sayt brushizi.com. Brushizi.com-a giririk. Burada müxtəlif cür brushlar var. Burada bəzən brushlar ola bilir şəkil kimi də olsun. Amma o bizə şəkil kimi lazım deyil. Bizə ABR faylı lazımdır. Bizə ABR faylını yükləməliyik ki, onu brushda, Photoshopda brushda tənzimləyə bilər. Funksional bir tənzimləməni eləyə bilər. Əgər funksional bir tənzimləmə olmayacaqsa, deməli ABR fayl deyil bu. Burada search seçiyorum. Mesela rain yazıram, yağış. Burada yağışla bağlı brushlar çıxır. Premium olanlar pulludur, amma üzərində premium olmayanlar ise pulsuzdur. Məsəl üçün 15 Photoshop brushes. Geri bura. Close eləyirik. Bu reklamlardır bu heç. Açıldı. Yükləməmişdən qabaq baxırıq. Bu ola bilər, elə ABR faylı olsun. Bəzən bilmək olmur, yəni ABR faylı yoxsa yükləyəndən sonra bilmək olur. Gəlin bunu yükləyək, free downloaddır. Gözləyirik, avtomatik indi yüklənəcək. Yüklənir. Yükləndi. Açırıq papkanı. Bax ABR faylı çıxdı içindən, görürsünüz? ABR. Bu ABR faylını, indi məsələn, məndə yükləmələr hissəsindədir. Bu ABR faylı olmalıdır. Bu işarəsi də belədir. Bu olanı Photoshop'a tənzimləyə biləcəksiniz. Gəlir indi Photoshop'a. Gəlirik, balaca üçbucaq düyməsinə klikləyirik. Balaca üçbucaq düyməsinə klikləyəndən sonra burada ayarlar hissəsi var. Baxın, burada nastroyka hissəsi var. Ayarlar hissəsi var. Klikləyirik bura. Düşürük aşağı. Import brushes var. Yəni import eləmək. ABR faylını içərisinə import etmək. Import brushes hissəsinə klikləyirik. Pəncərəmiz açıldı. Gəlirik ABR faylımızı axtarırıq. Və buradadır. Yəni hər yükləmişsinizsə oradan axtarırsınız, tapırsınız. Klikləyirsiniz 2 dəfə. Düşdü bura. Gəlirsə ən axıra, həmişə axırları düşür. Deyir Rain Photoshop Brushes. İnternetdən yüklədiyimiz brush gəldi düşdü bura. Balaca üçbucağa basıram və burada müxtəlif Rain var. Bir-birinə bənzəyirlər belə işarə olaraq.
Onu bilmək olmur hansı nə tipdədir, hansı nə tipdədir. Ancaq yoxlayaraq, test eləyərək bunu eləyə bilərsiniz. Məsələn, 11-i seçirəm. Bax belədir. Böyüdü. Klikləyirəm, bax düşdü yağış. Gördünüz? Yağış formasındadır. Ha belə tipdədir. İndi kontrcət eləyirəm. Rəngi necə dəyişmək olar? Məsələn, fikir versəz, səhərdən hansısa braşı işlədirik, qara rəngdə olur. Onun üçün nə edirik? Bu qaranın üzərinə gəlir, rəngin üzərinə. Bax, burada rəng dəyişdirmək. Bax, Photoshop brush üçün rəngi buradan dəyişdirirsiniz. Ən üstdəkini dəyişdirirsiniz. Set foreground color olanı. Həmin birincinin üzərinə klikləyirsiniz, rəngi dəyişirsiniz. Məsəl üçün, ağ, nə bilim, göy, nə istəyir seçirsiniz. İndi həmin tərzdə düşməyə başladı. Həmin tərzlərdədir. Burada dəyişirsiniz tərzdən yağışınızı. Başqa tərəf düşdü. Bir dəfə klikləməmiz yetərli olur. Baxın, belə tərzlərdə yağış damlaları düşür. Realistik şəkildə brush işləyir. Yəni, posterlər hazırlayanda belə tipli brushlardan istifadə edirsiniz. Müxtəlif cür brushlar var, yəni. Ağzınıza gələ biləcək bir çox brushlar var. Onları axtararaq və eyni bu şəkildə yükləyərək bura tənzimləyib və plus layer vasitəsilə işləyirsiniz. Çünki baxın, bunu tənzimləmək olur. Background-da dəymədən. Bu mütləq bunu nəzərə almalısınız. Başa düşdünüz bu brush'ı? Buradasınız? Bəli, bəli, başa düşdüm. Diqqətim sizdə. Tamamdır. Okay. İndi gradient bəs necə işlənir Photoshopda? Gəlirik layer bölməsinə. Layer bölməsində əlavə düşürsə, burada bir dəfə demişdimsə ki, create new fill hissəsi var. Burada yazı düşürsə, solid color tək rəng background vermək üçün olduğunu demişdim sizə. Və bu hissənin backgroundlarını işləmək üçün olduğunu demişdim. Və burada solid color tək rəng background verirdi. Və burada gradientimiz var. Gradientə klikləyirik. Belə bir pəncərə açılır. İllüstratorda kimidir funksionallığı? Hardasa aşağı-yuxarı, amma müəyyən qədər bəzi giriş-çıxışları var. Biraz daha geniş interfeysi var, amma işləmə prinsipi yenə də eynidir hardasa. Sadəcə burada məsələ necədir? Burada gradient var, yazılıb. Bu hissəyə klikləyirsiniz. Bu hissəyə klikləmiş oluruq. Belə bir gradient editor açılır. Bizə lazım olan gradient editordur. Burada hazır papkalar var, gradient papkaları. Hazırdır. Hazır olanlardan seçib tənzimləyə bilərsiniz və ya da hazır şəkildə işlədə bilərsiniz. Cloud papkasıdır. Belə tipdə papkadır. Pastel rəngdə olan papkadır. Hazır. Və aşağı hissədə tənzimləməkdir. Rəngləri dəyişdirməyimiz aşağı hissədəndir. Yuxarı hissədən yox. Aşağı hissənin üzərinə 2 dəfə klikləyib pəncərə açılır, rəngi seçirsiniz. Rəngi seçib dəyişdirirsiniz. Hansı istiqamətdə rəngini dəyişmək istəyirsiniz. İstəyirsiniz 2 dəfə klikləyin bu düyməyə rəngi dəyişdirin, illüstratorda kimi. İstəyirsiniz bir dəfə klikləyin, gəlin buradan dəyişdirin. Eyni şeydir. Yəni, rəng dəyişir. Və tənzimləmək də eynidir. Genişləndirmək, rəngi genişləndirmək. Onun yumşalığını, sərtliyini artırmaq, genişliyini artırmaq. Bu da həmin o pozisiyadır. Yumşalığını və sərtliyini artırır, rəngin yayılma genişliyini tənzimləmiş olur. Yəni, çox funksional tərəfdən işləmiş olur. Smooth hissəsi sadəcə, məsələn, bunu artırırsınız 100%. Bu qradientdir. Azaldanda, bu bunun üçün deyil. Bu sadəcə rəngin yumşaqlığı üçündür. Bunu buradan olsa tənzimləyirsiniz. Burada indi başqa bir şey onu göstərəcəm sizə. Bu tipidir. Solid yoxsa noise tipində olsun. Noise sadəcə belə rənglər kimi göstərmiş olur sizə. Bu da adıdır. Yəni qradientə hansı adı vermək istəyirsiniz. Noise belə mövcud olan rəngləri qarışdırır sadəcə sizin üçün. Normalda qradient solidlə işlənir. Bu opacity-dir, yəni rəngi seçdiniz. Gəlib buradan opacity-ni dəyişə bilərsiniz. Onsuz bunu okeylədiniz. Gəlib buradan olsa tənzimləməniz mümkündür. Bax, göstərmək istədim bu hissədir. Məsələn, orada rəngi tənzimlədiniz. Gəlib bura keçid elədiniz. Buradan rəngi tənzimlədiniz. Rəng tənzimləndi. Okeylədiniz. Gradient fill qalır. Yəni, siz birinci layer bölməsinə gəlib gradienti açanda
Gradient fill açılır birinci. O gradient hissəsində rənglərinizi seçirsiniz, rənglərinizi qarışdırırsınız. Ücü bu rənglərin pozisiyalarını tənzimləmək gradient filldə olmuş olur. Yəni necə? Stil, Rhinal, Radial, burada Angel var tərzində, Reflect tərzində var, Diamond tərzində var. Yəni illüstratorda məsələn 3 dənə tərzdə idi. Burada özü məsəl üçün əlavələr də bir-birlərindən biraz da bənzəyən şəkildə 5 dənə stillər var. Gradient stillərdir. İllüstratorda da liner, radial, bu freeform, hologram olan idi. 3 dənə stil idi. Amma burada özü 5 dənə stil seçə bilirsiniz. Və angelda bucaq dəyişdirməkdir. Bucağınızı buradan dəyişdirə bilirsiniz. Ya da əllə yaza bilərsiniz, bucağı dəyişdirirsiniz. Demək istədim burada skill hissəsində bu 100%-dir. 100% qradientdir. Amma artırdıqca tək rəngə çevrilir. Elə bilin ki, 2 dənə qradiyent rəngləri qarışır, bir dənə tək rəng əmələ gəlir. Amma 100% olanda, az olanda daha sərt görsənir. Azaltdıqca daha sərt görsənməyə başlayır. Fikir verin. 100% qradiyent kimi görsənir. Ortalaması 100% yəni. Və skill hissəsi budur. Bunu demək istədim aralara. Və sonra OK eləyirsiniz, qradientiniz hazır olmuş olur. Tərzdən bir də tənzimləmək istəyirsinizsə, layer bölməsinə gəlirsiniz. Gradient fill layer hissəsi var. Onun üzərində bir dəfə klikləyirsiniz, 2 dəfə klikləyirsiniz. Yenə açılır həmin pəncərə, gradient fill pəncərəsi açılmış olur. Və gəlib tənzimləyirsiniz. Qradienti tərzdən tənzimləmək istəyəndə, üçüncü rəng atmaq istəyəndə barmaq belə işarəsi yaranır. Klikləyirsiniz, üçüncü rəng atılır. Yenə gəlirsiniz, dəyişdirirsiniz. İstədiyiniz kimi. Yəni, eyni illüstratorda kimidir bu hissəsi. Apasit azaltmaq istəyəndə buranı klikləyirsiniz. Qara hissələr var. Bunlar həmişə qara olur. Bu qara nöqtə hissəsini klikləyib apasitini azaldırsınız. Yəni, transparent yarandı da. Gətirib buraya arxasına şəkil ata bilərsiniz. Məsələn, mən bunu okeyləyirəm. Arxada transparentlik var. Bu background-u gözünü də bağlayıram. Bax, transparentdir. Gəlib mən buraya bir şəkil atsam. Baxın. Məsəl üçün də. Ctrl V eləyirəm bura. Böyüdürəm. İndi şəkil üstdədir də. Baxın, şəkil üstdədir. Layer bölməsinə gəlirəm. Şəkli sürükləyib atıram qradiyentin altına. Gördünüz, qradiyent yansıdır. İllüstratorda belə şey vardır. Yəni, transparent elədiyi zaman arxasından atdığınız şəkil rənglə qarışır bir-birinə. Transparent olduğu üçün. Yəni, bunun tənzimlənməsi standart şəkildə bu cür olmuş olur. Yəni, çox da böyük bir şey deyil. Qradiyent, baxın, bu şəkildə. Başa düşdünüz qradiyent məsələsini? Bəli. Tamamdır. Sizə bəzi nümunələr göstərdim. Manipulation haqqında biraz məlumat verim sizə ki, anlayışınız olsun ki, Photoshop daha çox onun üçündür. Sadə şeylər də azam olur və manipulationlar üçün hazırlanır. Manipulationlar hazırlayacağıq, sadəcə o ayın axırlarına yaxın işlədilir, yəni o 6-cı ayda. Baxın, bu manipulationdur. Photoshop vasitəsilə edilir. Belə bir şey illüstrator vasitəsilə heç vaxt eləyə bilmərsiniz. Çünki burada məsəl üçün belə işıqlar, belə zərlər və bunlar Photoshop vasitəsilə, brush vasitəsilə edilə bilər belə zərlər. Pendiri yerləşdirmək, onu əymək. Sonra məsələn zamok. Zamoka belə bir adam yerləşdiriblər. Qayıq idarəsi var burada. Sanki zamok çərçivəsində işlədilir. Və bunu yerləşdirmək, zamoka tənzimləmək Photoshop vasitəsilə edilir. İndi məsəl üçün pozan zadla başlayacağım sizə sonra. Pozan vasitəsilə, bir-birinə birləşdirmək vasitəsilə, yəni burada Photoshopda artıq şəkilləri çox detallı seçməlisiniz. Seçdiyiniz hər detallı şəkil, onu nə kompozisiya eləmək istəyirsinizsə, onu düzgün şəkildə seçməlisiniz və düzgün şəkildə oturtmalısınız. Kölgəsinə fikir verməlisiniz. Photoshopda ən çox önəmli olan kölgədir. Kölgəni düzgün şəkildə işləyəcəyiniz təqdirdə məsəl üçün bir-birinə funksionallıq da yerinə yetirilmiş olacaq.
Görürsünüz bu şəkildə. Ha, bunlar hamısı manipulationlardır. Məsələn, adamı düymə ilə kompozisiya ediblər. Sadəcə əslində bunlar hamısı ayrı-ayrı şəkillərdir. Baxın burada bu köynək ayrı şəkildir, bu background ayrı şəkildir, ayrı layerdir. Bu düymə ayrıca layerdir, bu adam da ayrıca layerdir. Əslində burada 4 dənə layer var. Qalan şeylər artıq effektlərdir, bir-birinə birləşdirməkdir, pozandır, kəsməkdir, doğramaqdır, səliqəli yerləşdirməkdir. Burada da bunlar məsələn ayrı-ayrı adamlardır. Ayrı-ayrı kölgələr verilib. Bu da ayrı kölgələr verilib. Bu da adamdır. Ayrıca da bir dənə yelkən qoyulub. Çərpələng verilib əlinə. Vəssalam. Və yaxud da burada. Nəsə açılmaz. Müxtəlif cür manipulyasiyalar var. Manipulation, social media post yazarı baxa bilərsiniz. Və burada da əslində belə baxırsan, buna çox da vaxt sərf edilməli bir şey yoxdur. Sadəcə bunun ideyasını tapmaq, materialı tapmaq və sonra yerləşdirmək üzrə artıq ayrı bir pozisiyada olmuş olur. Və yaxud da bu burger olsun. Bu effektlər vasitəsilə işıq, brightness contrast, house saturationlar filan, curveslər, bu işıqlar verilir. Mən Photoshopda çox önəmlidir. İşıqlarla çox oynamalısınız. O belə realistik fotodan çıxmalıdır. Yəni real foto kimi görsənməməlidir. Belə daha fantastik ab-havalı, atmosferli görsənməyə çalışmalıdır. Location işarələri də ayrıca qoyulur, böyüdülür, balacalaşdırılır. Burada ücə xəyal gücü işləyir. Photoshopda piksel işləri və effektli işlər vasitəsilə artıq fantastik bir xəyal təsəvvür etməyə çalışmalısınız. Aydındır buracan hər şey, Bella? Bəli. Nəsə sualınız var bunlarla bağlı? Yox. Tamam. Xeyr. Təsvir eləyək, videonu da göndərimsə, ondan sonra gerisini davam eləyək.